Bir daha xoş gördük sizləri. Bugünkü mövzumuz yenə də simbologiyadan davam eləməklə düşünürəm ki, bugün bitirəcəyik bu bölümü, amma növbəti videoda şərti işarələr tapşırıq kimi qoyub onları həll etməyə çalışacağıq. Deməli, keçən dərsdə biz simbol bölümünü keçdik. İndi bu dərsdə də çatdırsaq layerslə structure bölümünü keçəcəyik. Layers bölümünə daxil oluruq. Şərt işarəni zaten seçmişdik əvvəldən, üçbucaq keçmişdik. Burada da yaxınlaşdıraq ki, biz o şərt işarəni tam olaraq görək. Bu bölümdə isə, layers bölümündə isə həmən layers dediyimiz, biz adətən öyrəşmişik ki, layers bunlardır, qatlardır. Amma burada da elə Pro-nun özündə də, ArcGIS-də də, desktopda da, Pro-da fərqi yoxdur. Bu, deməli, şərt işarənin özünü də layer kimi adlandırırlar. Bu layers bölümündə də elə məsələ həmən bu deməli şərt işarədən söhbət gedir. Bu hissədə şərt işarənin görsəlliyidir, visibility-sidir. Buradan visibility vurduqda və yaxud da söndürdükdə şərt işarəni bağlayır, buradan da yandırır. Sonra bu hissədə hansı şərt işarə, hansı tip şərt işarələrdən istifadə olunacaq? Shape, marker, adi bu şərt işarədən söhbət gedir, bunlardan söhbət gedir. Picture marker, şəkillərdən söhbət gedir. Məsəl üçün, bu nöqtənin yerinə şəkillərdən də istifadə etmək olar. Sonra üstə model marker var, üstə formada şərt işarələrdən və procedural marker var. Bu da burada qaydalar yaratmalısan ki, o işləsin. Biz onu keçməyəcəyik, yəqin ki, ona aid nümunə göstərə bilməyəcəm, amma digərlərinin üzərindən davam edə bilərik. Buna keçid edib geri qayıtdıqda özü simple olaraq, default olaraq bu şərt işarəni verir. Gələk bu hissəyə, bu hissədə from style-da, bu hissədə birinci gələn elə budur. Burada həmən o şərt işarələrin konfigurasiyalarıdır. Yəni, bunlardan da istifadə etmək olar. Belə forma var, belə forma var. Aşağıda da rənglərini tənzimləyib istifadə etmək olar. Hətta belə də var, burada artıq buna keçəndə rəqəm yaza bilirsən, hətta tekst də yaza bilirsən, istifadə etmək olar. Yəni, hazır formalardır. Gələk əvvələ, keçək style-a. Style nədir? Style həmən şərt işarələrdir. Biz öncədən də seçə bilirik. Bura gəlib, buradan şərt işarəmizi də dəyişə bilirik. Seçirəm üçbucağı yenidən, burada əks olunur. Apply düyməsini vururam, burada ekranda da dəyişir. Style-dan bu hissəni keçdik biz birinci bölümdə, simvolda. Bununla bağlı başqa bir şey demək istəmirəm. Fontu keçməmişik. Font nədir? Əvvəl desktopda da var idi. Burada deməli hərflər və burada da şərt işarələr var və hərflər də var. Məsəl üçün, buradan font olaraq Arial'da qalıb. Mən burada istifadə etmişəm Times New Roman. Sadəcə istifadə etmək deyəndə baxmışam, bunlara baxmışam. Burada da müəyyən var, Arial var, SD kartografik var və zaten desktopda da var idi. Ola bilsin ki, burada da çoxlu formada artırıblar. Burada da crime analiz var idi desktopda. Burada da həmən şərt işarələr bölümünü aktivləşdiriblər, yerləşdiriblər. Times New Romana girib buradan nədən faydalanma olar? Əsasən hərflərin götürülməsini buradan istifadə edən daha yaxşıdır. Buradan hərf, hansısa hərfi istəsək, browser'a gətirə bilərik. Əsas bizə maraqlı olan Azərbaycan şriftləridir. Azərbaycan şriftini görmək üçün elə Times New Romandan buradan dəyişmək olar. Latin bölümünü, subsetini seçib, buradan Ç hərfidir, Ü hərfidir, Ö hərfidir. Bu hərfləri buradan götürmək olar. Ş deyəsən burada yoxdur. İkinciyə keçib, buradan Latin extentdən Ş hərfi burada olmalıdır. Ş hərfini də buradan seçə bilərik və digərlərini. Yəni, ümumiyyətlə, deməli, fontlardan istifadə etmək istəsək, buradan istifadə edə bilərik. Ola bilsin ki, yeni başlayanlar üçün bu font nədir? Məsəl üçün, hansısa A hərfini götürdüm, düzdür, birbaşa dəyişdi, oldu A hərfi, apply eləsək, burada A-lar yazacaq. Bundan da faydalanmaq olur. Məsəl üçün, əkin ərazilərinə belə bir şərt işarə götürüb, nöqtəvi şərt işarə yaradıb, əkin parsellərinin içərisinə Ə hərfi yazmaq üçün belə nöqtələrdən istifadə etmək olar. Və yaxud da ki, biraz öncə dediyim kimi belə bir şey də eləyib
içərisinə yazmaq olar, yəni dairəvi eləmək olar. Onu structure-dan eləyəcəyik deyə o mövzuya girmək istəmirəm hələ, ardıcıl getmək istəyirəm. Əvvələ qayıdıram, amma bildik ki, fontu buradan əlavə eləmək olur. Sonra gəlirik fayl hissəsinə. Fayl nədir? Burada 2D vektor fayllar əgər varsa, şərt işarələr hazırlamısansa, buradan gətirə bilərsən. Sonra gəlirik fill simvol nədir? Burada biz keçən dəfə deyəsən bunu dedik, buna uyğun. Məsəl üçün şərt işarənin orta hissəsini bu formada verib, buradan orta hissəsinə başqa rəngi verə bilər. Bunu keçən dəfə elədik üçbucaqda, burada da bu həmən şey var. Rəngini buradan dəyişə bilərik ki, məsəl üçün göy rəngi olsun. Sonra outline color, qıraq hissəsinin rəngi belə bir şey olsun. Outline-ın qalınlığı artsın, 4 olsun və s. 4 çox oldu, 2 olsun, 1 də ola bilər. Və bu formada biz dəyişikliklər eləyə bilərik buradan, istənilən bir formada. Yəni burada sonsuz sayda istək ola bilər, sonsuz sayda da həll var. Ona görə bunun üzərində çox dayanmıram. Bu hissəni qatdalayırıq, yuxarı hissəyə, position'a keçirik, mövqeyi hansı formada olmalıdır. Burada bu nədir? Bunu mən sizə deyim. Apply düyməsini vuraq, baxaq burada, apply vuraq. Deməli, bu nöqtənin özü burada position'ından gedir söhbət. Məsəl üçün, nöqtənin özü centerdədirsə, fiziki olaraq nöqtənin özü centerdədirsə, onun şərt işarəsi də centerdə göstərəcək. Məsəl üçün, ola bilər ki, biz deyərik ki, həmən şərt işarənin sol tərəfində göstərsin. Şərt işarə nöqtənin solunda göstərsin, aşağısında, yuxarısında və s. Önəmli bir şey deyil, heç vaxt istifadə olunmur. Çünki zaten burada bizə faizlə olaraq yerini dəyişmək olar, mərkəzdən yerini dəyişə bilərik və yaxud da ki, offsetlə də dəyişə bilərik. Burada offsetin məsəl üçün 2 verəcəm. Gördünüz ki, mərkəzdən 2 point ölçüsü qədər sağa çəkildi. Bu formada 0 verirəm, əvvəlki vəziyyətinə qayıtsın. Offseti də demiş olduq. Burada rotation var. Rotation bunda uyğun olmayacaq. Bunun üçün biz gərək şərt işarəmizi dəyişək. Şərt işarəmizi gərək buradan biz üçbucağa dəyişək ki, rotationu burada hiss edə bilməm. Keçən dəfə biz rotationla bağlı dəyişiklik elədik orada, yoxsa yox. Burada da rotationdan məsəl üçün yazıram mən buna 15 dərəcə. 15 dərəcə necə oldu? Saat əqrəbinin əksi istiqamətinə fırlandı. Bu işarəni qoysam, saat əqrəbi istiqamətində 15 dərəcə fırlanacaq. Bu qeyd işarəsi də ondan ötürüdür. Sıfırlayıram. Offseti də dedik, outputda çapa aid olan bir şeydir. Yəni burada istifadə olunmur. Çapda yazıların, rənglərin ayarlanması üçün istifadə eləmək olur onu. Və bu hissədə demək olar ki, biz nöqtəvi leyerin, söhbət nöqtəvidən gedir, nöqtəvi leyerin bir növ üzrə şərt işarəsini göstərdik. Və biz davam edəcəyik şəkildən. Bu dəfə şəkil gətirəcəyik. Şəkil hansı halda istifadə edə bilərik? Məsəl üçün, bəzi şərt işarələr var ki, onları manual olaraq düzəltmək olmur. Bunun üçün biz gərək onu hansısa şablondan və yaxud da ki, internetdən tapaq. Əsasən də bizim metronun, Bakı metropoliteninin deməli, logosu çox çətindir onu düzəltmək. Bilməm, bəlkə Pro'da onu düzəltmək olar da, biraz üstündə əziyyət çəkib düzəltmək olar bəlkə də, amma əziyyət verməyib özümüzə, buradan da istifadə edə bilərik. Necə? Picture markeri seçib Style'dan. Style'da buna uyğun, şəkil formatına uyğun olan belə şərt işarələr də var. Bunlar da çox maraqlıdır, istifadə etmək olar. 30 qoyulur bunun ölçəyini. Daha doğrusu 30'a ehtiyac yox idi. Play düyməsini vurmamışdım, ona görə görsənmirdi. Amma var ehtiyac. 30 eləyək, ekranda daha yaxşı görsənsin. Burada da 200-də qalsın. Bu formada burada elə style'lardan istifadə edib, fərqli-fərqli şərt işarələrdən istifadə edə bilərsiniz, şəkil formatdır. Buradan fayldan hazır şərt işarəni gətirəcəyik. Necə eləyəcəyik bunu? Biz əvvəlcədən dediyim kimi
yükləmişiksə, mən özüm əvvəlcədən yükləmişəm, faylı vururam. Burada mənim proyektim içərisində Baku metro loqo internetdən PNG formatında yükləmişəm. Onu seçib OK düyməsini vururam və həmən şərt işarə bura ekrana gəlir. Və buradan artıq ayarlarını mən nizamlaya bilərəm. Tutaq ki, 10 verirəm ki, daha yaxşı görsənsin. Apply düyməsini vururuq. Bu formada şərt işarə görsənir. İstəsək buna fon falan da verə bilərik. Buradan rəngini də dəyişmə, amma dəyişəndə qarışır bir-birinə. Ona görə də ehtiyac yoxdur, elə bundan istifadə edə bilərsiniz. Digər hissələri artıq eynidir. Başqa burada dəyişik bir şey yoxdur. Offsetini, rotation'ını, pozisiyasını dəyişə bilərsiniz. Sonra gəl 3D model markerə. Burada da deməli, yenə də buradan dəyişə bilərsiniz formalarını, hansı formada istəyirsiniz. Style'dan 3D modellərini buradan gətirə bilərsiniz. Və buradan fayl menyusundan hazır tutaq ki, 3D model fayl yaratmışsınızsa, o formatlara, burada göstərilən formatlara uyğun fayl gətirə bilərsiniz. Change orientation'dan da orientasiyasını dəyişə bilərsiniz. Burada dəyişməklə onun formasını, duruşunu dəyişmək olar. Buradan onun rəngini dəyişə bilərik. Buradan onun ölçülərini, uzunluğu, hündürlüyünü, enini və s. buradan dəyişə bilərik. Digərləri də yenə o biriləri kimi eyni ilə qalır və bitirdik. Demək olar ki, bitirdik. Biz yalnız nöqtəvi layerin sadəcə layers bölümünü bitirdik bu hissəsini. Düşünürəm çox ehtiyac yoxdur. Bunu da izah edə bilərəm əslində. Bunu da izah eləyək və videomuzu bitirək. Bu nə üçündür? Biz desktop version'da yadınızdadırsa belə bir şərt işarələr bölümündə edit simvolda bu hissədə idi. Bu həmişə həm gec açılırdı ümumiyyətlə. Gec açılırdı və bizi çox yorurdu. Bura bir dəfə, yaxud da ki, bura double klikləyəndə bu pəncərə açılırdı. Gördüyünüz kimi öz ampulasındadır. Yenə də gec açılır. Və burada layers bölümü var idi. Biz burada bunu ayarlayıb bir neçə layerdən şərt işarə hazırlaya bilirdik. Həmən formada burada da var. Add symbol layer də eləyə bilərsən. Marker də gətirə bilərsən. Marker həmən bunlardan olacaq. Line də gətirə bilərsən və yaxud da ki, fill layer poligon şəklində də gətirə bilərsən. Ən yaxşısı bundan istifadə eləməkdir. Duplicate. O birisində desktopda copy paste var idi. Burada amma birbaşa olaraq duplicate'dir. Duplicate vurursan 2 dənə layer yaradır. Birinci və ikinci. Sonra gəlirsən bu bölümə. Artıq məsəl üçün üstdə bu altda olanı mən dəyişirəm. Tutaq ki, bunun şərt işarəsini dəyişmək istəyirəm. Style'a gəlib burada tutaq ki, belə bir şərt işarə verirəm, OK vururam. Gördüyünüz kimi bunun arxasında qaldı. Desktopda o ox işarəsindən tənzimlənirdi, yerini dəyişirdik, görsənirdi. İndi burada məsəl üçün bunun birincinin yerlərini də dəyişəndə sürətli işləyir, bu yaxşı haldır. Bunun ölçüsünü mən 30 eləyirəm və onu ümumiyyətlə görmürəm və bunu dəyişmək istəyirəm. Dəyişmək üçün burada bu ox işarəsinin altını yığıb açır. Bunu bu formada tutub sürüşdürməklə bir-birinin üzərinə keçmək olur və apply düyməsini vurduqda həmən dairəvi layerin üzərində belə bir üçbucaq formasında şərt işarə görə bilərik. Bunun da rəngini qaraldıram ki, fərqli olsun, görsənsin ki, bilinsin ki, nədir. Artıq bundan sonra növbəti dərsdə burada zaten fərqli bir şey yoxdur, elə də effektlərdir. Onların da bəziləri işləyir, bəziləri işləmir. Burada biz növbəti bir dənə video çəkəcəm, 2 dənə, 3 dənə şərt işarə hazırlayacağam. Fərqli-fərqli ki, orada da işləməyin qaydasını daha yaxşı, mükəmməl öyrənə bilək. Bununla da demək olar simvologiya bölümünü yekunlaşdırır. Yalnız dediyim kimi bir video çəkməklə bitirəcəyik. Bizi izləməyə davam edin. Videolarımızı bəyənib paylaşmağı unutmayın. Sağ olun.